Keçən həftə media günündə səninlə danışdıq və sən dedin ki, Charles sənin üstünə gələcək və sən onun dalınca getməli olmayacaqsan. Və o dünən məhz bunu edəcəyini dedi. İrəli gedəcəyini və döyüşə girişəcəyini. Unutma ki, bu onun etməyə çalışacağı şeydir. O demək deyil ki, o bunu edə biləcək. O cəhd edəcək. Əlbəttə ki, qalib gəlməyə çalışacaq. Səni təəccübləndirmir ki, bu qədər asanlıqla səninlə açıq döyüşə girməyə hazırdır. Və səncə bu döyüş zamanı sənin xeyrinə işləyə bilər? Qətiyyən yox, bu onun işidir. O özünə inamlı olmalıdır. O zaman nə düşünürsən? Bu döyüş sadəcə 2 dəqiqəlik sprintə çevrilə bilər? 2 dəqiqəlik sprint? Xeyr, xeyr. O irəli getməyə çalışacaq. Amma bunu etməyin yolunu tapa bilməyəcək. Mən isə onu öz oyunuma qatılmağa məcbur edəcəm. İslam Maxaçev bir müsahibəsində deyib ki, 155 çəkiyə qayıtmasını istisna etmir. 3-cü kəməri qazanmaq üçün sən onunla 170-də döyüşmək istəyərdin, yoxsa 155-də döyüşməyə hazırsan, çünki insanlar deyirlər ki, o bu çəkidən yaxşıdır. Mənim üçün ən yaxşı variant onunla 170-də döyüşmək olardı. Və mən onu orada məğlub edib 3-cü kəməri qazanardım. Bu mənim üçün ən yaxşı ssenaridir. Səncə İslamdan başqa Charles döyüşə biləcəyin ən güclü yüngül çəkili döyüşçü sayıla bilər? 100%. Əgər İslamı saymasaq, bu anda o ən yaxşı yüngül çəkili döyüşçüdür. O İslamdan sonra ən güclüdür. Sən dedin ki, növbəti olaraq Paddy ilə döyüşmək istəyirsən. Əgər şənbə günü titul qazansan və o da daha bir döyüş keçirsə. Təbii ki, Charles'i keçməmiş qabağa baxmaq düzgün deyil. Amma səninlə onun arasındakı keçmişi nəzərə alsaq, bu döyüş UFC tarixində nə qədər böyük ola bilər? O döyüş asanlıqla UFC tarixindəki ən böyük döyüşlərdən biri ola bilər. Paddy ilə aranızda hələ də nəsə incilik varmı? Qulaq as, bu oyunda heç nəyi şəxsi qəbul etmirəm. Bu hamısı peşəkar bir oyundur. Sən dedin ki, o titul şansı qazanmaq üçün bir döyüş keçirməlidir. Səncə kimlə döyüşməsi daha məntiqli olar? Əgər o titul şansını qəti şəkildə təmin etmək istəyirsə, Justin Gage ilə döyüşməlidir. Çünki əgər Armanla döyüşsə, düşünürəm ki, Arman onu məğlub edəcək. Ona görə də titul şansına ən asan yol hazırda Justin Gage-dir. Döyüş tərzi baxımından. Sənin bütün karyeran boyunca insanlar sənə inanmayıblar. Sənə şübhə ilə yanaşıblar. İndi isə sənə qarşı məğlub edilməmiş, səndən daha gənc bir döyüşçü dayanıb. Bu onun yüngül çəkidə ilk döyüşüdür. Amma yenə də sən böyük underdog sayılırsan. Səncə yenə də əvvəlki kimi bacaracaqsan? Əlbəttə, o məndən gəncdir və məğlubiyyəti yoxdur. Amma onun məndən daha çox istəyi və aclığı varmı? Şübhə edirəm. Sən artıq əfsanələrlə döyüşmüsən. Poirier, Chandler, Gage. Hazırda Topuria ətrafında böyük bir hype var. Səncə onun bacarıqları sənin döyüşdüyün səviyyədə olan döyüşçülərlə eynidir? Yoxsa elə o səviyyəyə çatmaq üçün çox böyüməlidir? Hər bir döyüşçünün müxtəlif bacarıq səviyyələri var. Hər kəs bu bacarıqları fərqli yolda tətbiq edir. Döyüşə fərqli yanaşır. İlya isə çox gəncdir. Çox istəklidir və üstəlik məğlub edilməyib. Amma onun elə sübut edəcəyi çox şey var. Sən bu döyüşdə irəliləyəcəyini və döyüşün gedişini ona diktə edəcəyini demişdin. Topuria da proqnozlaşdırır ki, sən məhz belə edəcəksən. İçində belə bir his varmı ki, mən onun gözlədiyi kimi döyüşməməliyəm? Yoxsa sənə daha xoş olar ki, onun gözlədiyi kimi döyüşəsən və yenə də üstünlük qazanasan? Hamı çox gözəl bilir ki, nə olacaq. Mənim qarşımda 2 qat əyiləcək. Əgər sən doğrudan da yenidən qalib gəlsən və bu kəməri geri qaytarsan, bu yüngül çəkidə ilk dəfə olacaq ki, kəmər geri qayıdacaq. Bu sənə daha da motivasiya verir? Bəli, tamamilə. Əgər irs baxımından danışırıqsa, bu çox möhtəşəmdir. Məğlub edilməmiş birini məğlub edə bilmək, daha öncə heç kimin etmədiyini etməyi bacarmaq. Mən məhz buna görə bugün buradayam.